Deməli uşaqlar, bu gün Ayaz Hüseynovun videolarına baxacağıq. Ayazı tanıyırsınız yəqin ki, Məni Güldür 20 manat qazan videosunda 1.50 qaqaşdı. Bəli, oydu. Bu gün onun videolarına baxacağıq. Görərlər nə tər videolar çəkib, nə tip videolar çəkib. Bu arada uzun uzadı. İlk səfərdə oturub onun belə videolarına baxacağam. Görərlər başımıza nələr gələcək. Qəşəng videolar çəkibmi? Getdik. Qızlar piknik edəndə. Yaxşı elib gəl. Sırtlarım yaxşı elib gəlsən. Ne bacı? Gəldən akım çəkək. Gəl, story çəkək. Aydın şarkıdaki serçe, camdaki teyze. Məmli istədi. Onlar piknik edəndə. Buramı almısan yetin. Bu nə də? Gətirənmədir evdən nəsə. Ay yok oradan tapın. Bura nə tər sıxdırın? Bakan gördü alıp fıstık. Sıqışqa. Gel sevmiş kaldı. Oy Allah. Oh. Ayetim içmeye de ne salardı tamam. Ye, pulumuz var. Ha başım bırak gel gidelim. Klinik ediyyətlərə insanlar üçün müasir olar. Voleybol oynuyor kızlar. Sen de gel oynuyor. Rəşdi, sən öldürəm də voleybol oynayan qız görən kimi cıvır adamı. Heç nə deyə bilmir. Başa üstə heç nə də eləmir. Sonra voleybol oynayan qız görən adam da elə bilmir. Deyir ki, mən də gedib oynamaya. Ayaz deyəsən, tam 1 il əvvəl belə sorğu videolar çəkilmişəm. Full deyəsən sonradan konseptində işte. Allah o kuş deyən. En sevdiğiniz müğenni kimdi? Allah rəhmət eləsin. Mən yəni Vüqar Biləcəri idi, meyxana deyən şah idi. Yəni belə indi mən Rəşad Tağlıdır mənim üçün. Bu adam görəndə elə bilər ki, hər an harasındansa gül çıxardacaq. Xosrovdur, ürəyimdir Xosrov, öpürəm Saydı da nə hamıdır da. Hə, heç nə belə. Bəs sevmədiniz müğenni kimdi? O biraz çətin gəlirdi. Mən belə o qədər müğənnilər sevmirəm. Yəni 99%-ını sevmirəm. Birinin adın zəhmət olmasın. Ay o adını deyən mənəm də. Ayıb olar adın desən, başa üstə üstünə hater yığmaq istəmir də o kuşağı. Həvəsdən salan adam. Ay ne tersen xeyirli olsun. Ne çaldın bunu? 30 minə, 14-cü ildir. 2014 30 mu? Ha. Ay sen boxluyublar ha kişi maşallah bir məsləhətləşlə məndən. Nə oxuyublar ha? Bundan ucuzu yoxdur. Ən yaxşı qiymətə mən almışam. Ay kişi 2017 18-cə minə məndə var. 18 min nədir? Mən 27 mindən aşağı yoxdur da sadə kompleks. Dostum satır ha kişi dostum satır 18 minə. Püləmə. Gözlə bir dəqiqə yığıram. Zakir səndə olan o BMW var iPhone. Ayso 2017 neçə o? Allah bak. 18 minə gördün. 18 min nədir? Ya soxluqluyublar ya səni bir Allah'ın da. Soxluqluyublar. Asaq gedək içində. Mənim də qaqa Təvə təsəvvür. 30 minə qaqa. Neçə? 30. Neçəncil ki bu? 14. Məsələn sən hə 13 minə doldu şəhərdə bu. Gördün hə? Bir də cəhət deyəcəksin, mən 1000 manata həll edirəm. Şey, loxluyublar ya sən Allah səni. Düşəsində fırlatdın. Belə bir həvəsli olmaq yoxdur da. Qardaş sən araşdırma zad eləyə bilmirsən. Əlində internet yoxdur da qətiyyən. Ya baxa bilmirsən ki, qiyməti neçədir. Əhd peyman. Əvvəl keşkim elə tək qalmışam nəfsim. Fidan, necəsən? Yaxşı, sən necəsən? Deyirəm təsadüfün bu qədər. Dünən gecə də yuxumda səni görmüşdüm. Bəzi şeylər təsadüf olmur, insanlar qarşılaşır. Neyirsən, işlərin güclərin necədir? Şükür, yaxşı, evlənmişəm. Mən başım çıxmır. İkisi də eyni mikrofon taxıblar. Prosta Ayazın səsi qəşəng çıxır, ancaq Fidan səsi zibil kimi çıxır. Məndə qızım var, adını Sevgi qoymuşam. Xatırlayırsan, o vaxt demişdi, qızımız olsa adını Sevgi qoyardı. Sənin xatirinə adını Sevgi qoymuşam. Sən Allah güldürmə məni. Necə mənim xatirim olur ki, sən qızın adını Sevgi qoymuşsan? Mənim xatirim olsaydı, elə mənim adımı qoyardı. Ayaz, sən həqiqətən də yaxşı ki, səni seçməmişəm. Gəl gök pres. Bu səfər qızı haqlıdır, başa düşürsən. Nə əlaqədə yəni, zibilə qal. Biraz ki, hələ qızlar ayıra bilmir evlənmək və ərə getmək kəlməsini. Yəni ərə gedəndə öz istəyi ilə getmir və ya məcbur gedir, ya da sevmədiyi birinə gedir. Ancaq evlənəndə isə sevdiyi mi evlənir? Mən belə başa düşdüm. Birdən-birə pul görən adam. Bu arada əlaqə. Birim vermişdin sən. Ayət qaz. Hə, Ay şişmisən ha, təzə maşın. Kimdə? bir axranımdır bir dayan. Qaqa, qardaşın özündə gör nə maşın almışam. Bunun diskisinə bax. Mercedes G. Qaqam bilsən nə qarət? Ay böyrəmsən satmamsan Hə, sən. bax kam Axı uşaqlar bana tərəf. davran. Nə də bu, nə Bakuydu? Port şeydə. Baku. Port Baku. Hə, orada qarda qaqam özün. Yetkayç adını da bilmir. Kişi sən dünənə qədər qəpiyə güllə atan adam idin. Necə oldu maşın axıranla Port Bakuza? İndi özümü tutdum da bu nə kağızdır? Heç nə borcum var axı sən mənim adıma zamin götürmüsən axı. Bank mənə bütün gün 45 yığır. mini deyirsən? 45 min də ödəmişəm 35 minə düşüb 10 mini zorla. Ay, gör nə deyirəm, bu kağızın başını bırak. Get özünə iş tap. Eşidirsən məni? Qaqan özünü tutubdu. Axşam gedirsən, otursan canlıda. Aha. Qaqan girib sağ 5 dənə 10 dənə şir atacaq. Harda? Bilirsən, bu TikTok servis balans var, mənimdir də. Nömrəsini yaz, 055, yazdıra nömrəsini yaz. Hep sısmasın deyəsən özü də elə TikTokda. Şir atın inşallah, şir atın, yes şir atın deməklə bu qədər pul yığıb yəni başqa cür ola bilməzdi. Ay mənim kalpasam kimi yeyib burada? Danqalaş. Dənə mən yemişəm, nədir?
Ya ölməliydim. 6 manat almışdım ha kişi onu 6 manat. Gün orta durmuşam yemək tapa bilmirəm. Ağarım sən onu 10 manat al. Mən ölməliydim acından. Başa düşmədim. Ay özü də yemək olar. Belə adam olar, belə evimdə belə insan olsa qovaram onu evdən həqiqətən də. Kişi bununla 10-cu dəfədə dururam yemək tapamıram sənin əlindən. Elmir, mən burada göy köynəm var deyil, üstümü onu görməmsən. Yox, baba görməmişəm, hardan görüm? Ay, nətər hardan görüm? Bəs bu nədir? Kimindir? Bax, sənin də bu. Hə. Məndən. Ay qardaşım, qızla görüşə gedəcəydim. Niyə geyinib ilədirsən onu? Evdə də geyinib. Bax, özün ilədirsən, mən ilədirsən. Divara niyə dayı səndən? Ay sabah nədir? Qızla görüşə getməliyəm. Ayda, nə tapım mən geyinməyə? Aqil, mənim telefonumu niyə çıxarmırsan zaryadkadan? Öz telefonla oynayırsan burada. Yandana oyun oynayıram. Dənə yandana. Ay qardaşım, evdən çıxmalıyam. Aqil dərə ilə danışır, görsən masaldandır da. 5% zaryadkası var. Niyə çıxarırsan? Anağarım, məndə də yoxdur. Oyunun maraqlı yeridir, gözlə. Ay, o bir otaq var da, get o bir otaqda razvedka taq. Sən də çəkil də buradan. İmkan verməzlər bu evdə yaşayaq. Ay sənə bir dənə söz deyim, Rəşidlə yaşayanda həqiqətən belə ssenarilər çox yaşayırdıq da. Yaxşı ki Rəşidlə. Yazıq əsgərlikləri yenə də arxasında daş. Yaxşı yaşayıb, bu səfər demirəm. Dedim də dediyimi gör nə qaldı. Maşın Rent-a-car. Ay qardaş, sən bu maşını məndən saat 2-də götürmüsən. Niyə 3-ün yarısında gətirirsən? Qardaş, indi yol provokatda, yarım saatında nə olacaq ki? Qardaş, vaxtında gətir də. Burada ev yoxdur. Gözlə. Dünən mənə bildiriş gəlib. 5 nəfər minmisiniz bu maşına. Xəbərin var? Belə şey olur, belə danışmışlar. Bilməmişik, 3 nəfər olmuş. Amma bildirsənizə gələ bilər. Bir dəqiqə gözlə görüm. Ha, bu maşının qapısını oynatmır. Vurdurub eləmisiz ha bunu hardasa. Ha, bu qapı oynayır. Qapılar normal yerdə. Salonu zadı. Bu nədir? Bax bu nədir? Sudur da, sudur Bunlar nədir? götürəcəm də Hə? içmişəm, sudur Nədir bu? götürəcəm. Bu niyə maşınınızı bilirsiniz? Belə mi almışdınız maşını mən? Qardaş, bir dəqiqə da sudur, nə olub sən, niyə belə eləyirsən? Bunun rolu niyə boşalıb? Boşalmıyor, bəlkə hidravlikadır, rolu boşalıb. Ha, boşalıb ki, mən maşını belə verməmişəm. Şə düşmüşük. Maşına bir dənə cızıqsat olsaydı 10.000 qoyacaq besən sənə bilirəm. Buna bax, buna. Bu nədir? Bu maşında nələrdir bunlar? Qardaş, belə şey maşın Qardaş, olan götürməzlər. mənim də götürəcəm adaptırımda. Təkər mən belə vermişdim qardaş. Nə olub təkrar? Çərən Boşalıb görmürsən? Buna bax, buna bax. Boşalmıyor, normaldır o təkrar. yaxşı ki maşın sürə bilmirəm də belə heç problem olmur həqiqətən deyirəm də. Bir gün bizim də klubdan bir nəfər maşın sürməyi öyrənəcək, biz də bir kiraya maşın zət götürə bilərik 5 ildən sonra. Kuruldu meydan. Ay can her taraf her yan. Ayaz, Fidan, sən internetdə gördüyüm qız deyilsən, orada daha qəşəng Jennifer Lopez oxşuyursan, realda iguana balasını oxşuyursan. Həm orada demişdim boyum uzundur, həm də əhdi-butlu demişdim. Bu nədir? Bax balaca boyun var, aparıq şeysən sən. güya sən nə oxşayırsan ki, sən mən atmısan yaraşıqlı olan, idmançı olan 1.90 boy. 1.90 boy hardadır? İri bədən hardadır? Ha, 1.90 boy deyəndə 1.85-əm. Özdə sağlığım o idmançı elə özüməm. Mən 2 il bundan qabaq məşq edirdim. Öz şəklimi atmışam sənə. Görüşmüşük, bəs indi nə edək? Nəhlət kör şeytan, onsuz da yoxluqdur. Heç nə, gəl biraz gəzək onda. Qızın üzündə deməsən də yoxluqda, onsuz da gəzmirsən lan. Bu nədir lan? Piyada gəzəcəyik. Ha, narahat olma, piyada gəzdirməyəcəm. Sən mənim komfortlu bir dənə nəqliyyat vasitəsi bilirəm. Onunla gedəcəyik, qəşəng bir dənə də çay içəcəyik. Gəl. Nədir nəqliyyat vasitən? Hansı maşındır? Sən deyirəm BMW-dir, Mercedes-dir, nədir? Bəlkə təzə çıxan elektrikli maşınlardandır. Gəl, elektrik də var, gəl. Ayda neçə maşının var ki sənin? Ay, nə maşını? Maşından daha gözəli var. Budur. Sən özünə sadən götürdün, mən də elektriklini götürəydə nə olar? Ayda nə simic adamsan, mənə də götürərdik də. Ha, mən sənə yalandan demişdim, imkanınız var. Mənim əslində heç bir imkanım yoxdur. Elə ancaq aparı sürməyəcə pul tapıram. Gəl. Çay da sən alasın. Belə reklamlar Allah ümidçisi. Allah'ım olsun düz deyirəm. Burada şəkil çəkdirməyən qız qalıbsa, yazsın, ona elçi Ora göndərəcəm haradır la? birbaşa. Ha, burada nə şəkil çəkdirirsiniz qızlar, başa düşmürəm. Buranın nə mənzərəsi var? Bir dənə gətir. Mən bir dəfə görürəm. Mən haradır ki ora belə pis çıxmasın. Heç mən bilmirəm ki haradır da yəni. Aha o kuş. O kuşla da nə video çəkir lan bu? Salam qardaş. Salam. Bayaqdan da baxıram, görürəm ki, burada yağışın altında gül satırsan, heç kim də yaxınlaşıb almır. İstəyirəm bu gülləri səndən hamısını alım. Ha. Xeyirxah. Al. Al. Bu gülləri aldım qardaş. Bu yağışın altında çox durma. Evə tez get. Bu gün yaxşı. Səndən soruşacaq evə get. Her yerə cavab vermək lazım. Sənə də dəxli var nağarra. Biz o qədər görə nə qədər pul verdi ya? Birim 5 manatdan hesablaşam, bir 20 dənə gül olsa, 100 manat yerə bu yüzü bölüb. Şək gülə 100 manat pul versəm, normal bir şəkildə yeriyərəm. Hər hansı bir qız mənə baxar. Həmin an düzü yerim ona. Kimsə mənə baxanda bir sənə istəyirəm. Elə bilirəm ki, üstündə nəsə pis bir şey var. Haramsa batıb o cürə mənə baxırlar. Sən öyle də yəni. Qızların sevdiyi oğlan tipi. Salam xan. Salam. Adətimdə yoxdur belə kiməsə yaxınlaşım, tanış olum. Amma buradan keçəndə elə gördüm də xoşum gəldi, istədim yaxınlaşıb tanış olum. Sən nömrə ver də mən. Yox, olmaz. Dedim ağzımdakı. Xoşum gəldi, tanış olmaq istəyirəm. Uzatma da, ver nömrəni. Okey.
Verin yazın. Evet. Bu yine asan değil ya. Bu nə də eynivə geyinmisən sən? Öz də burada parkda oturmusan tək başına. Dava Bir də yapışda baxma. geyinmərəm. Dava bu eynivə başı bundan sonra fikir ver. Belə tək saat otursan, başqa oğlan dostun zat var? Yoxdur. Olmasın. Buna atan, qardaşın da nömrəsini silirsən bundan sonra heç kim olmasın. Dava Oha dələ daha yox. Bütün nəslindəki oğlanlar hamısının nömrəsi sizin telefonunda. Qəribə videodur ya. Bilmirəm, qızlar həqiqətən də belə bir oğlanlara mı baxır? Çox pis vəziyyətdir. Əgər həqiqətən də qızlar belə oğlanlara baxırsa da yəni. Ayda nə yaraşıqlı İşte ben oğlandı. bəzi qızlar. Geyimi keçimi də çox qəşəngdir. Yaxınlaşım tanışalım. Salam. Salam. Tanışam olar. Mən əslində xanım heç kimlə tanış olmuram, amma siz bu cəsarətinizə görə, mənə yaxınlaşdığınıza görə heç bir xanım bunu eləmir də indiki dövrdə. Bu cəsarətinizə görə sizinlə tanış olmaq istəyərdim həqiqətən. Adıma yaz. Mən də Fidan. Tanış olduğuma şad oldum. Gedək bəlkə. Gedək. Nə ilə gedəcəyik? Ay, çox düşüncəsəm, həqiqətən çox düşüncəsəm. Mənim bir dənə ceyranım var. İstəyirsiniz ceyranla gəlin. Maşınınız var? Gəlin. Yine Vesper aparmadan xahiş Arkada edirəm. oturmaq istəyirsiniz qabaqda? Əlbəttə ki, Nəsə qabaqda. reklamdır, Allah. Yaxında qabağınla arxada oturun. Hayzi. Ha, düş, düş. Bu nədir? Düş görüm Nə oldu ki, nəyini orada. bəyənmədin? Bax hələ sən bilən söz deyirəm. Ayazın videoları həqiqətən qəşəngdir də, yəni belə qəşəng aparır. Amma video çox uzun eləyir. Video burada qurtarmalıdır mənim fikrimcə. 1 dəqiqə 22 saniyə. Məncə TikTok üçün çox uzun bu videoda. Yəni bildiyin hekayə yazıbsınız. Yəni ondan sonra film qurardınız, atardınız YouTube-a da yəni. 44 saniyə məncə kifayətdir, ən çoxu yəni. 1 dəqiqə video, nə bilim, TikTok üçün məncə uzundur. Qızlar mı oldu? Bacı bu nasıl yaxşı qalar mənə? Bilmirəm amma çox qəşəngdir. Şimdi buna da Ayda orada çəkəndə qıraqdan baxanların reaksiyası də çox maraqlıdır. Fikirləşir yufkalara baxırlar. 2 dənə oğlan fikirləşir yufkalara baxırlar. Yeməcidə yemək yer, tamam. Dəli sənsən, pul var. Bura sərinləməyə girmədik. Sonra sən neyisi var? Biz geçsində rəqəm. Belə də çarçıqsa gəlir fikirləmə. Qardaşımdan çorap yoxdur deməzəm. Xəstəsən, bunu buradan nə alırsan? Burada topda qiymət nədir bu? Federəkdə zatdan ya, amma arı düşəndə bir manatı var, oradan alar. Sən o günlər nədə oynayırdıq Realdan? Hə, bir də uşaq gəldi, 1 manat satıb çorap. Məndə konkret çorabım yox idi, elə aldım ondan. Şükür Allaha bu diplom aldım. Bu mənə çox xeyir eləyəcək. Mənim qardaşım. Sağ ol qardaşım. Xeyirli olsun, diploma almısan. Hə, oxudum 5 il axı gibi diplom aldım. Şükür. Tələsirəm evlat, mən 5 lansını vəsət Allah. işə çıxmalıyam. Hara tələsən abi, işin haqqında danışlar, nə Ha, oxuyasan? bu diplomu 5 il oxuyub aldım. Biz sən nəyə görə almışam? Nəyə görə? Həkimlik oxumuşam. Həkimlik diplomudur, bu daha yaxşı. Nə gözəl, keçimdə bir dənə bu xəstə. Ay, onun yox, bir dənə havaya bax. Görsən hava necə də istidir. Bu havada bu diplom. Biz istidə işləmək olmur qardaşım. Bütün gün ora bura sifariş tanıyacaqda gedirəm. Nə bunu? Ən azından yaxşı versən, sən öldürəndə, yəni o diplom heç bir ziblə dərman olmadı. Prosta həkimlik diplomu da bir ziblə dərman olsun da, bu qədər də yoxdur la. Qeyri-adi addır. Dəqiq xanım, mən kömək edim. Çox sağ olun. Siz də sağ olun. Adınızı öyrənə bilərəm? Elyanur. Elyanur. Elyanurdan. Ailəniz çox uzaq görən olub ki? Nə? Ailə nə əlaqə? Ailə çünki siz uşaq olanda öz adınızı özünüz qoya bilmədiyiniz üçün ailəviz qoyub. O vaxt belə adlar çox nadir hallarda qoyulurdu uşaqlara. Adınız çox möhtəşəm və çox qeyri-adi həqiqətən. Bildim can, çox sağ ol. Amma mən öz adımı özüm qoymuşam. Bildim qaqaş, adınla yaşa. Ay bu videoda bəhs edirlər biz bir yerdə olanda. İndi o zübsas ola. İndi çatdı hansı videoda bəhs edilmişlər. Bu videonu görməmişdim bu arada. Qaqaş bu paltar 80 manat deyildi. Yox, bunlar əllə tikilmədi. Özdəki 240 manatdır. O zübü. 140 manat. Hə, Türkiyə məhsuludur. Babam məni öldürəcək. Alo, hə baba? Mənim evimi sən niyə yıxdın? Ağzı var, Allah. burnu var, yüzüne. Qaytar da qardaşım, qaytar. O 250 manat paltar olar o məsələsən sən. Ay Allah, sən nə şirin qızsan belə. Sən ata-anan yoxdur mu? Sən küçədə niyə tək başına gəzirsən? saldınız. Niyə səhv saldım ay? Qardaş özü də ay böyüyüb də bir kiçilib, qardaş zat deməyinə bax bunu. Nə danışdın? 1.50 boylarında sarışın belə balaca tombul bir qız kim itirib? Sən valideynlərin harda da bala? Nə valideyn? Sən niyə küçədə tək başına gəlsən? Uşağı niyə küçəyə buraxıblar belə? Gözlə səni götürüm mən. Gedəşi. Uşaq nə deyə bilmir ki, mənim 24 yaşım var deyirəm. Mən niyə qucağa götürüb Bir də sən ata-ananı yaparım. Neynirsən? Burax məni. Hara buraxım? Sən ata-anamın yanına aparmalıyam mən. Buraxın məni. Buraxmayacağam, gəl gedək. Bəli, kəs qucağa da apardı. Qıza burax məni, burax məni. Belə deyir, mən heç nə eləmir. Həyatım, keçən dəfə dedin ki, mənə telefon alarsan. Sən iPhone 16 almışam. Bax, ən son modelidir. Buyur, xeyirli olsun. Çox sağ ol, çox sağ ol. Prosta bir aya 17 çıxır. Kaş biraz gözləyərdin 17 alardın. Amma yenə də çox sağ ol. Harda qaldın, gəl çıxan ha. Hə, getmişdim marketə salmağa. Birini də sağaldı. Elə bir də yaddan çıxardım səni. Mən sağımsan sən qardaşım. Hə. Mən sənin çox istədiyini bilirdim. Mənə qadınlara mən çox istəyirəm.
Mən şey deməsini gözlədim bu arada qızın. Evim deyəcək ki, bu nə də sadə almısan, gedib prosunu alardın la. Onu deməsini gözlədim. Ayaz Uzun sən boy boyun sevən neçə qız. idi? 1.85 nə olur ki? 1.85, sən də 1.90 deməmişdin. Nə fərq var? 1.85, 1.90 yaxında yuvarlaşdıq. Qısadır, 1.90-dan aşağı insanlarla danışmıram mən. Ha 1.85-əm bala, mən stolpa boydayam. Nə axtarsan sən? Bir dənə qalx ayağa baxım. O qalxdım bax. Belə eləyəndə 1.90 olan elə görünə boyda. Otur, otur. Sən bir də ayağa qalx, sən boya bax. Mən nə yox istəyirəm də onsuz da. Sənin boyun neçədir ki belə? 1.50. Bax hələ, mən ayaq üstəyəndə onsuz da deyəndə video kəsilməli idi. Video kəsilməli idi. Uzatma mənası yoxdur da. Bir atası yazın, beni pek şaşırdım. 1.50? Hə. Ay ay, sən böyüyəndə 1.90-dan mı gəzirsən? Uş. Qulaq as, heç nəsdə zətdə pusat yoxdur. Yo, nə əlaqə? 1.50 bir qızın 1.90-dan oğlanla gəzdiyim fikirləşəyin. Bax belə qalır deyəm bir dəqiqə. Belə qalacaqlar bax. 1.90 oğlanda bu da 1.50 qızdır. Aralarında 40 santim fərq var. 40 santim varsa yarım metr bu boyda deyir də yəni. Belə bir boy fərqi yoxdur da yəni həqiqətən deyirəm. Hər bir oğlan başa gələn hadisə. Ayaz keçəldi burada. What the fuck? Salam. Salam. Qəşəng ətirlərimiz var. Keçib baxa bilərsiniz zəhmət olmasa. Hal-hazırda tələsirəm, amma inşallah gəlib baxacağam mütləq. Gələcəksiniz? Gələcəm. Belə şirin dedi. Şimdi mənim gəlməyim gəldi. Xəyallar qurmaya başladım. Ama nə vaxt idi bilmirəm, 20 yanvarda beləcək ətri satan yerlər var idi, hə. Mən üstümə gəlirdilər, dedim indi ətri satırlar. Mən uzaqlaşmağa çalışıram, qaçmağa çalışıram. Ondan sonra gördüm ki, dedilər ki, biz sizi tanıyırıq falan filan dedilər. Deyirəm, hə, yaxşı sonunda pulsuz bir dənə ətri verdi. Dedim, yaxşı şirin sən bir dənə butulkada bir dənə 2 qram ətri verdilər. YouTube olmağın xeyirləri uşaqlar görürsünüz hələ pulsuz ətri alırıq. Ay usta, buna bir dənə mikrofon qoşa bilərsəm, ləzzətli oxusun. Ay niyə qoşmuram, ay belədir. Amma sən sən 5 manat pulun var ha. 5 manat pulun var? Hadi neyini 5 manatım var da. Heç nə qoşaram. Açar verirəm onda sabah gələrəm də mən. Hə, sabahça qoşaram. Sən ayaqsan. Yaxşı. Nə oldu ay usta, nətərdir, qoşa bildinmi? Hə, qoşdum ala. Hə, doğrudan da bir dənə baxım, yoxdur gör, nətərdir. Ay, görək nətərdir. Özü fikir baxıyorsun. Bilirəm kimdi yana sən deyirəm. Şimdi ha maşında. Qəşəydi. Özü görəcən gözlərini fırs başqası şeydir. Video qurtarmalıdır burada. 29 saniyədə video qurtarmalıdır. Ardını gətirməməlidirlər normalda. Tam orada kat atılıb kəsəndə çox maraqlı olur əslində videolar. Onun başı xarabdır. Ay usta, bu nədir? Bu kimdir belə maşını 30 durmusan? Ay, 5 manata sən nə aparatura gözləyirsən ki? Kasıb uşaqdır, gündə istiqat puluna işləyir. 5 manatını verdim bütün gün mənlə olacaq bu. İstəmirəm sən can, lazımdır. Hə, nətər onu ora olsun, ona qədər əziyyət çəkmişəm. 5 manatım qaytar. 5 manatım. Sən mən çıxıb o maşını istəmirəm mən. Oturmur deyə. Görürsən məsələn, sonrakı söhbətdə məsələn, oradakı vuruculuğa çata bilmədi də başa düşsən. Vuruculuk yoxdur məsələn. Adam orada mahnı oxumağa başlayanda, orada bir izləyicini vurdu. Maraqlı bir şey oldu və artıq orada video kəsilməlidir. Video keçməlidir mənim fikrimcə. Mən özünüz daha yaxşısını bilirsiniz zaten. Mən belə video çəkən deyiləm. Sadəcə oturduğum yerdə tənqid. İnşallah bu video qədər ümidlər sevdiyiniz bir video olmuşdur. Yəni bu videoda dediklərim zaten hamısı tənqid məqsədli idi. Yəni bir pis bir məqsədim yoxdur. Ayazın sosial media hesablarını isə açıqlama qismində görə bilərsiniz deyirəm və videomu da sonlandırıram. Cəzəkdə görüşürüz. Sağ olun.